Sabunçu rayon şöbəsi, sədri şəhid ailəsi Mətanət xanım. Bu günlərin özümüzə borc bilirik, öz şəhid ailələrindən, cəmiyyətimizin bir qismi şəhid ailəsindən ulu öndərimizi ziyarət etməyə özümüzə borc bilirik. Allah ulu öndərimizə rəhmət etsin, ruhunu şadlı eləsin, torpağını cənnətli eləsin. Çünki o elə bir lider olub ki, elə bir şəxsiyyət olub ki, onu əvəz edilən bir insan ola bilməz. Azərbaycanın gözü olub, Azərbaycanın ürəyi olub. Bugün bilirəm ki, onun ruhu şaddır. Ona görə ki, öz yerində cənab prezidentimiz İlham Əliyev oğlu var. Elə bir siyasətçi var. Əgər İlham Əliyev Heydər Əliyevin siyasətini keçibsə, deməli Azərbaycan əmin əllərdədir. Qarabağımıza necə qayıtmışıqsa, bu bizim üçün böyük bir şərəfdir. Şəhidlərimizin qanı yerdə qalmadı. Biz şəhid ailələri hamısının adından deyirəm. Allah ulu ömrümüzə rəhmət etsin. Cənab prezidentimizə də can sağlığı versin. Yenə deyirəm, ruhu şaddır ki, elə bir oğul yerə qoyub gedir. Elə bir oğul Azərbaycanı idarə edir. Bu bizim üçün fərəhdir. Həmişə arxasında durmuşuq. Həmişə də ulu öndərimizi yad edirik. O bizim ürəklərimizdədir. Unutulan bir insan deyil. Yenə də məkanı cənnət olsun. Sağ olun, çok sağ olun. Allah razı olsun. Sizin de bugünkü bayramınız mübarek olsun. Sağ olun. Hamımızın bayramı.